artrozu olanlar, diz oynağında artrozu olan insanlar müraciət edən zaman, müayinə zamanı pasiyentdən soruşuruq ki, bizdən öncə müalicə almışsanmı? Deyir, bəli, mən dəfələrlə müalicə almışam, heç bir xeyir görməmişəm. Amma soruşanda ki, hansı müalicəni almışsan, deyir, evə həkim resept yazdı, baxırıq, görürük ki, həmin reseptdə yazılan dərmanlar sırf ağrı kəsicilərdir və yaxud vitamin D, kalsi tərkibli dərmanlardır. Və yaxud da eyni zamanda diz oynağına gel vurulur və yaxud diz oynağına PRP vurulur. Onu sizə deyim ki, bu proseduraların, bu dərmanların heç biri artrozun müalicəsi demək deyil. Bunlar sadəcə olaraq müvəqqəti 3, 5, 6 ay ərzində oynaqda olan hərəkətliliyi bərpa eləmək üçün olan bir prosedurdur. Bunların müalicə ilə heç bir aidiyyatı yoxdur. Müalicə dediyimiz, müalicə sözü sağalmaqdır. Əgər bir pasiyent müalicə olunursa, sağalmırsa, demək ki, o edilən prosedur və yaxud yazılan dərmanların heç biri müalicə sayılmır.